Saniyəni qoşuram. Biri vardı, biri yoktu. Yüzün adlı bir kasıb bir oğlan var idi. O xəsis bir tacirin qoyun sürüsünü otarırdı. Bunun əvəzində tacir ama çox az pul yemək quru çörək verirdi. Bir gün Yunus'un sürüsünü çəmənlikdə otarırdı. Qoca bir kişi ona yaxınlaşıb yorğun və ac görünürdü. Yunus'un bağlamasındaki bir parça çörəyi ona verirdi. Otur da balam, niyə ayaq üstəsiz ki? Qoca kişi çörəyi yedi. Sağollaşanda torbasından parlayan bir fırça sağlayıp ona verdi. Yunus'un yüksəkdən boya hazırladı. Sapsarı, yüngül bir ot sayası çəkdi. Şəkil dallandı. İndi qarşısında əsl ot sayası var idi. Qoyunlar doyunca ot yedilər. Hava çox istiydi. Gün çiçəklər solmuşdu. Yunus'un bulaq şəkli çəkdi. Bəsdir. Təbiət. Yusifi saydıq. Nəhayət saydıq, bitirdik. 102 söz oxudum. Mən inanmıram ki, sinifdə Yusifi keçə bilən olar. Sınıyaq? Nə olaraq? Gəl görüm Abbas, əyləş. Hələ ki qalib, məncə Yusifdir. Tam sakit. Başlayaq. Start. Başla. Biri vardı, biri yoktu. Vüsal. Kasıb bir oğlan vardı. O xəsis bir tacirin qoyun sürüsünü otardı. Bunun əvəzində tacir ona çox az pul yeməyə quru çörək verdi. Bir gün Yunus'un sürüsünü çəmənlikdə otarırdı. Qoca bir kişi ona başladı. Yorğun və az görünürdü. Yüksək bağlamasındakı bir parça çayı ona verdi. Qoca kişi çayı yedi. Sağollaşanda torbasından parıldayan bir fırça. Gözlə getmə, parıldayan bir fırça. Buracan oxudun. 64, 63, 61 söz. Abbas Hüseyin 61 söz. İndi gəlsin Əli Hüseyin. Sən. Əli Hüseyinin ardınca Ömər gələcək. Yox balam. Mən Vüsalın səsinə görə çağırmışam. Durur burada Vüsal. Çox üstə dayanma balam. Gözlə bir dənə startı verim. Ömər gəlmə daha oğul. Niyə gəldin ki? Vaxt gedir balam. Çox çatdırmayacağım uşaqları. Dayan Vüsal. Hadi. Yox demə. Özün gəl get sonra. Əli Hüseyin start başladı. Vardı biri yoktu. Yunus'un adlı kısa bir oğlan var idi. O xəsis bir tacir idi. Qoyun sürüsünü Yerindəkilər düz otursun. Uzanma Altay. otardı. Bunun əvəzində Ucadan da ay Əli Hüseyin. Heyecan oxunu qəbul eləmir yaxı. az pul və yeməyə quru çörək verdi. Bir gün Yunus'un sürüsünü çəmənlikdə Ecalırsan ey balam. Hə. Qoca bir kişi ona yaxınlaşdı. Yoxsul və Ucadan Əli Hüseyin. çörəyi ona verdi. Qoca kişi çörəyi yedi. Sağollaşanda torbasında parıldadı. Bəsdir. Parıldayan. Deməli. 60 dənə söz. Əli Hüseyin 60 dənə. Ömər gəl. Amma ucadan oxuyacaqsan ha Ömər. Mən 3 deyəndə başlayın. Gözlə Ömər. 1, 2, 3 başladıq. Ucada. Yunus'un adlı kasıb bir oğlan var idi. O xəsis bir tacirin qoyun sürüsünü otarırdı. Bunun əvəzində tacir ona çox az pul və Turqut əyləş. yemək quru çörək verirdi. Bir gün Yunus'un sürünü çəmənlikdə otarırdı. Qoca bir kişi ona yaxınlaşdı. Yorğun və Uğur əyləş. görünürdü. Ucadan. Yunus'un bağlamasındakı bir parça çörəyi ona verdi. Qoca kişi çörəyi yedi. Sağollaşanda torbasından parıldayan bir
Bəsdir. Fırça. Sən də Abbasov Hüseyn qədər eyni yerdə qutardınız. 61 söz. Nərgiz gəl. Yaxşı yox, 60-lıqsa yaxşı. Nərgiz start verirəm. 1, 2, 3 başla. Kasıb bir oğlan var idi. O hissiz bir taç bir gün qoydu. Banu hazırlaş. Otardı. Bunun hər əzində təzin onun çox az çörək verirdi. Bu bir gün yeşən sür üstünü çəmənlikdə ot arırdı. Qoca bir kişi ona yaş yorgun. Uçaktan herkes. Yeşən bağlamasındakı bir parça sağ çöreği ona verdi. Qoca kişi çöreği yedi. Sağollaşdı. Aşanda. Torbasında. Bəsdir. Torbasından sağ. Deyən hara qaçırsan qızım? Sağollaşanda torbasından. Deməli, bura 60 idisə. 59, 58, 57. 56 söz oxudun qızım. Əyləş. 56 Qoy. Gülməlidir. Həsən Əli. Nə oldu? Hələ görüm 56 söz oxuyasın sən. Tam sakit. Başdan başlasın. Start verdik. Başla. Biri var, biri yok. Yurşen adlı Alta kasıb gələcək. bir oğlan var idi. O xəsiz bir tacirinin sürüsünü otarırdı. Ömər, sən aç kitabını oxu oğlum. Aç öz kitabını oxu. Bunun əvəzində tacir ona İnanmıram. çox az pul və yeməyə çörək verirdi. Bir gün Yunus'un sürgüsünü çəmənlik. Ay, bəsdir. Çəmənlikdə harda qaldın? Bir gün çəmənlikdə bu. Quz 30, 31, 32, 34 dənə söz deyək də, 34 dənə söz. Gəl Altay. Yaxşı, burada gəlsin. Altayın ardınca gələcək İslaməli. Qızım, elə hərəkətlər eləmirik qızım. Qızlar elə hərəkətlər eləmirlər mənim balam. Altay, başla balam. Biri vardı, biri yoktu. Yunus adlı kasıb bir Vüsal, bura gəl yanıma. var idi. O Həl Hüseyin. bir tacirin qoyunu Ay Vüsal, ay görüm yanıma. Bizlər də atırsan yaşarlar. Necə? tacir onun çox az pul və yeməyə kuru çörək verdi. Bir gün yemiş Yunuşen. çəmənlikdə Bəsdir. Çəmənlikdə. Sən də Banu qədər 34 söz oxudun. Kimi dedim gəlir? Mənim dedim. İslam Əli gəl. Gələcək. Məryəm də gəl. İslam Əli gəl. 1, 2, 3. Bir vardı, biri yok. Vüsal, yanıma gəl. Yusuf adlı kasıb bir oğlan var idi. O bir tacirin Ayaq üstə olanlar. Turgut. Bunun əvəzində Oğlum, dedim axı qayçını çıxartma qələm qabından. Kiməsə deyər. Qayçını qoy ora tez. çox Tez, olsa qayçı görməyim sizdə. Texnologiya dərsi deyil ki. kuru çörək verirdi. Bir gün Yusuf çəmənlikdə otarırdı. Bəs. Qoca Otarırdı. Harda can oxuduq? 29,
Hə, 35 söz. İndi bir dənə də gəlsin Məryəm. Məryəm gəl. Sonra Mahmudov gələcək. Məryəm başla qızım. Biri vardı, biri yoktu. Gülçin adlı kasıb bir oğlan var idi. O xəsis Vüsal gəzir yenə Vüsal. qoyun sürüsünü otarırdı. Bunun əvəzində tacir ona 6 ay düz otur. çox az pul və yeməyə Uğur. çörək verirdi. Bir gün Gülşen çəmənlikdə otaranda qoca bir kişi onu yaxınlaşdı. Yorğun və ac görünürdü. Gülşen Bəsdir. Harda göstər. Yonuşin. Deməli, bura qədər 40 idi. 41, 42, 43, 44, 45. 45 söz deyək də, o birisini tapır. 45 sözdə Məryəm oxudu. Mahmudov, sən gəl balam. Sən yadına saxla da qızım. Hə, başda Mahmudov. Ucadan. Gülşen'in altında Ya da yeme gözlə. bir oğlan var idi. Xəsis bir. Tacir. Bəsdir balam. Görən işdə nə oldu? Ay. 12, 13 söz oxudun oğlum. Evdə çox oxu gəl. İnşallah yenə mən səni yoxlayacağım.